Yeremiya 33-cü fəsil. Vətənə qayıtmaq vədi. Yeremiya hələ mühafizəçilər həyətində məhbus olanda ikinci dəfə ona Rəbbin sözü nazil oldu. O dedi, dünyanı yaradan, qurub möhkəmləndirən, adı Rəbb olan belə deyir. Məni çağır, sənə cavab verim. Bilmədiyin böyük, dərk edilməz şeyləri sənə bildirim. Mühasirə zamanı torpaq qalaqları və qılınca qarşı süpər olmaq üçün bu şəhərin uçurulmuş evləri və Yahuda padşahlarının uçurulmuş sarayları barədə İsrailin Allahı Rəbb belə deyir. Xaldeylilər vuruşmaq, evləri qəzəb və qızğınlıqla həlak elədiyim insanların cəsədləri ilə doldurmaq üçün gələcək. Bu insanların elədikləri pisliklərə görə bu şəhərdən üz döndərdim. Yenə də bu şəhərə sağlamlıq və şəfa verəcəyəm. Əhalisini sağaldacağam, onların tam salamatlıq və əminamanlıq içində yaşamalarını təmin eləyəcəyəm. Yahuda və İsrail sürgünlərini yenə geri qaytaracağam. Onları əvvəlki kimi dirçəldəcəyəm. Onları mənə qarşı elədikləri bütün günahlardan təmizləyəcəyəm. Mənə qarşı elədikləri günahları da, üsyankarlıqları da bağışlayacağam. Dünyanın bütün millətlərinin önündə bu şəhər mənim üçün sevinç, tərif və şərəf mənbəyinə çevriləcək. Bu millətlər Yerusəlim xalqına elədiyim yaxşılıqları, verdiyim əminamanlığı görəndə qorxuya düşüb titriyəcək. Rəbb belə deyir. Deyirsiniz ki, bu şəhər viran olmuş, insansız və heyvansız qalmışdır. Ancaq tərk edilmiş, insansız və heyvansız qalmış Yahuda şəhərlərində, Yerusəlim küçələrində sevinc və şadlıq sədası, bəygəlin səsi, Rəbbin məbədinə şükür təqdimləri gətirənlərin səsi yenə eşidiləcək. Ordular Rəbbinə şükür eləyin, çünki O xeyirxahdır, məhəbbəti əbədidir. Çünki mən ölkədən sürgün olunanları əvvəlki kimi geri qaytaracağam, Rəbb belə bəyan eləyir. Ordular Rəbbi deyir. Viran olmuş, insansız və heyvansız qalmış bu ölkənin bütün şəhərlərində yenə çobanların öz sürülərini dincəltdikləri otlaqlar olacaq. Dağlıq bölgənin, yamaclı düzənlikli bölgənin, Negev, Binyamin bölgəsinin şəhərlərində, Yerusəlimin ətrafındakı kəndlərdə, Yahuda şəhərlərində sürülər yenə çoban dəyənəyinin altından keçəcək. Rəbb belə deyir. Rəbb bəyan eləyir. İsrail və Yahuda nəslinə verdiyim xoş vədi yerinə yetirəcəyim günlər gəlir. O zaman o günlər Davud üçün salih bir pöhrə yetişdirəcəyəm. O ölkədə ədalət və salihliklə davranacaq. O günlər Yahuda xilas olacaq. Yerusəlim əminamanlıqda yaşayacaq. O, Rəbb salihliyimizdir deyə çağrılacaq. Rəbb belə deyir. Davud nəslindən İsrail taxtında oturan bir adam heç vaxt əskik olmayacaq. Levili kahinlərdən önümə yandırma qurbanı gətirən, taxıl təqdimi yandıran, qurban kəsən bir kəs heç vaxt əskik olmayacaq. Yeremiyaya Rəbbin bu sözü nazil oldu. Rəbb belə deyir. Necə ki, müəyyən vaxtlarda gecə və gündüz olması üçün gecə-gündüzlə kəsdiyim əhdi poza bilməzsiniz, eləcə də padşahlıq eləməsi üçün taxtında oturan bir oğlu barədə qulum Davudla və mənə xidmət eləyən Levili kahinlərlə bağladığım əhd pozula bilməz. Qulum Davudun nəslini və mənə xidmət eləyən Levililəri saysız hesabsız göy cisimləri və ölçülməz olan dəniz qumu qədər çoxaldacağam. Yeremiyaya Rəbbin bu sözü nazil oldu. Bu xalqın Rəbb seçdiyi iki ailəni rədd elədiyi dediyini görmüsənmi? Xalqımı artıq bir millət kimi saymayaraq ona xor baxırlar. Rəbb belə deyir. Necə ki, gecə-gündüzlə əhd bağlayıb yer və göyün dəyişməz qaydalarını qoydum, eləcə də Yaqub nəsli ilə qulum Davudu da rədd eləməyəcəyəm. Davudun oğullarından birini İbrahim, İshak və Yaqub nəslinə padşahlıq eləmək üçün seçəcəyəm. Çünki mən onların sürgün olunmuşlarını geri qaytaracağam və onlara rəhm eləyəcəyəm.